Yoldaşım üçün sürpriz şam yeməyi hazırlayıram. Son günlərdə yorucu iş günləri keçirdiyi üçün bu gün ona özünü xoşbəxt hiss etdirəcək nəsə etmək istədim. Və düşündüm ki, sevdiyi yeməklərdən ibarət süfrə hazırlayım. Çünki mənə görə bu həyatda maddi yox, mənəvi duyğular, dəyərlər daha çox önəmlidir. Bəzən etdiyimiz kiçik addımlar belə qarşımızdakı insanı xoşbəxt etməyə kifayət edir. Bu arada mən artıq mətbəxə keçib hazırlıqlara başladım. İlk olaraq ürək formasında pizza hazırlamaq qərarına gəldim. Ələ yapışmaz xəmir hazır etdikdən sonra üzərini streç ilə örtüb, dəsmalla yaxşıca dədə-baboy sulu ilə bürüdükdən sonra xəmirim hazır olana qədər keçirəm yoldaşımın bir digər sevdiyi yeməklərdən biri olan Kiev kotleti hazırlamağa. İlk olaraq toyuqları blenderdan keçirdikdən sonra içilik olaraq tərəyağı və şüydü yaxşıca qarışdırırıq. Gördüyünüz formada toyuqların içərisinə əlavə edirik. Daha sonra keçirik ilk öncə una, daha sonra yumurtaya və suxariyə batırırıq. Ardınca isə göndəririk sobaya. Bu arada artıq xəmirim hazırdır. İki hissəyə bölüb ürək formasını verdikdən sonra keçirim üzərini hazırlamağa. Bunun üçün zeytun yağı, pomidor, azca şəkər, duz və oreqanodan istifadə edirəm. Daha sonra xəmirim şişməsin deyə üzərinə dəliklər açıb sosumu əlavə edirəm. Ardınca üzərinə ingredientlərini əlavə edib göndərirəm sobaya. Bu müddətdə evdəki ərzaqlardan salat hazırlamaq qərarına gəlirəm. Mənə görə bu dünyanın ən asan salatıdır. Döş ətinin üzərinə nar, qarğıdalı, qoz və mayonezi əlavə edib yaxşıca qarışdırırıq. Üzərinə balaca bəzək verdikdən sonra pizzamın hələ hazır olmadığını görüb keçirəm börək hazırlamağa. İçlik olaraq soğan və spanağı qovurduqdan sonra qat-qat xəmirin içərisinə əlavə edirik. Üzərinə yumurta sarısı və çörək otunu əlavə edib göndərirəm sobaya. Bu arada Kiev kotletim və pizzam artıq hazırdır. Dərhal keçirəm masamı hazırlamağa. Bilirsiniz ki, yeməklərin gözəl olması qədər süfrəmin gözəl görünməsi də mənim üçün çox vacibdir. Yoldaşım artıq işdən gəldi. Sizcə masamı görəndə nə dedi? Bəyəndi?